Salam dostlar, ben Canan Cüzodov ve bu günleri Eagle Spirit 2 Defede Nation'da Demokratik Kongo ile yeni bir seriye başladık dostlar. Kongo, Demokratik Kongo, memlekette İşte bu Demokratik Kongo keşfetinde o kadar görmeye başladım ki YouTube keşfetinde. Dedim ki ben niye bunu Eagle Spirit 2'de bir seri haline getirmirəm. Ve gördüğünüz gibi artık bir seri halındadır. Bilmirəm futbol ilə əlaqəniz varmı, yoxmu, amma bildiyiniz kimi ya da mən sizə başa salım. Demokratik Kongo 52 il aradan sonra ilk dəfə Dünya Kubokuna qatıldı 52-dən sonra. Və son 32-yə kimi qalmağı bacardılar. Burada araşdırma puanlarını tez bir şəkildə yatırım. Bəli, bu qədər bəs eləyir. 750 ordumuz var. Bu orduyu bir dağıdım mən başda. İndi Burundi və Ruanda ölkələrinə ordu göndərəcəm və tez bir şəkildə oraya fəth eləyəcəm. Yəni o qədər də böyük bir ordu ilə qarşılaşacağımı sanmıram. Tez bir şəkildə həll olunacaq bir məsələyə oxşayır. İndi aralarımızı pisləşdirək Burundi və Ruanda ölkələri ilə və ultimatum göndərmək üçün ordumuz yoxdur. Və 83.000 ordumuz var. Bununla tez ordu basım işləmi gerçəkləşdirirəm. Gerçəkləşdirdim və hücum edirəm. Bunları da hücum elədim. Burundi'yi də hücum elədim. İndi ilk saldırımız oldu, yəni başarılı oldu. Onların da elə də fövci əskeri, yəni biraz daha güclü bir ordu ilə qarşılaşdığını fikirləşirdim, amma elə də güclü bir ordu çıxmadı qabağıma. Və düşdülər və hər iki ölkə ilə, birinci Ruanda ilə ateşkəs imzalayacaq. Sonra isə Burundi ilə ateşkəs imzalayacaq. Bəli, iki ölkə ilə və formlayacağımız ölkə Afrika birliyi olacaq. Yəni gördüyünüz Afrikayı formlamağa çalışacağım. Bəli. Başqa ölkələr olmadan Afrika torpaqlarından, yəni Avropa ölkələrindən danışıram. Tez mən Afrikaya onlardan əvvəl ələ keçirməyə başlayacağam, sömürəcəyim. Mən digər bir hücum olaraq Kongo Cumhuriyyətinə hədəf alacağım. Bu qədər də orduda o qədər də çox ordusu yox imiş əslində. Yəni ala biləcəyimi fikirləşirəm. Tez bir şəkildə onlar da hücum elanlayacağam. Angolaya da, həm Angolaya, həm də Kongoya mən də hücum eləyim. Daha tez alar, yəni vaxtdan israf eləmiş oluruq. Aramız -8-dir. Biraz daha mənfiləşdirək Kongo Cumhuriyyəti ilə aramızı. Angolanın da həmçinin və -67 oldu. Biraz bütçemiz çoxalsın. Yenə də ordu basım işləmi görəcəyəm mən. Belə ordu basım işləmi gerçəkləşdirim. Dəngə çox pozur. Deyəsən mən sadəcə bir turda bir ölkəyə hücum etmək məcburiyyətində qaldım. O qədər də bütçemiz yox imiş mən fikirləşdiyim qədər. Amma belə eləyək, ekonomi yüksəldək. Aha, bütçemiz bitdi, ekonomi yatırımlarımızı elədik. Biraz pulumuz çoxalsın, Kongo Cumhuriyyətinə hücum edəcəyik. Assimilyasyon işlemlerini de görmek lazım, bir an unutmuşam onu. Aha. İndi ordu basım işlemlerini gerçekleştiririm. Bu kadar ordu bəsləyəcəyini fikirləşirəm. Bu orduyu da həmçinin bölürəm sərhədimizdə. Bəli. Diplomasiz, ultimatum göndərirəm. Buraları sən mənə ver. Cevaplamadilar. Onda savaş kaçınılmazdı. Kongo ile Demokratik Kongo müharibə içindədir artıq. Dostlar, bu arada mən Kongo'ya hücum edədiyim anda siz də kanala abone olub, bəyənməyi, bir də şərh yazmağı unutmayın. Yəni mən çox kömək olur. Yəni ilk atak onlardan gəldi, amma uğursuz oldu. Biz tez bir şəkildə onların torpaqlarını işğal elədik və belə bütün hücumlarımız uğurla gerçəkləşdi. İndi yenə orada göndərəcəm. Yenə fikirləşirəm ki, bütün hücumlarımız uğurla gerçəkləşəcək. Yəni artıq 2500'lük bir ordu gəldi arxadan.
Arkadan 2500 gibi ordu geldi. Bu kadar ordu geleceğimi fikirləşmirdim. Biz bu kadar orduyu buraya gönder. Diğerlerinde 4 bir yana ayrı yani. Tamam. Ve düştüler. Bəli, düştüler. Yine ateşkəs imzalayacağıq. Bütün torpaqlarını istəyirəm. Bütün torpaqlarını istəyirəm. Tələbi gönderdim ve artık Kongo Cumhuriyeti de artık Demokratik Kongo'nun bir üzvüdür. Bir parçasıdır. İndi sırada Angola var. Bütün orduları topla. Paytaxta Kinshasa gətir. Ordularımız toplansın. 3500 ordumuz qalıb. Bunları dağıttım. Asimilasyon işlemlerini gerçekleştirin bir saniye. Aha. Bu kadar asimilasyon işlemi bastı. Biraz daha bütçemiz artsın yine hücum eləyəcəyik. Bütçemiz artsın. Ben de ordu basım işlemi görürüm. Diğer bir taraftan. Demokratik Kongo'nun ortalarından eləyirəm. Ortalarında çok insan olduğunu fikirləşərək. Biraz da aklımız artsın bəli. Bir tur ordu bastım. İkinci turda ordu basacağım ve askeri uzmanlık başarımı geldi. Onu saldırıya verirəm gidəməsin. Yine ordu basmağa devam ve artık bu kadar ordu bəsləyəcəyini fikirləşirəm. Hamısını Kinshasa gətirirəm. Kinshasa gətirdikdən sonra 4 bir yana ayırıram orduyu. Ay yanlış elədim. Harita ordu. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Tamam, savaş ilan edim. Savaş ilan et. Onların savunması bizden çoktu. Onların araştırma puanı da bizden çıktı. Ucuza bilərik ama inşallah udarıq yani inşallah udarıq. Diye ümid etmək var. Sadece elimizden bu gəlir. Tez hücum. Bir torpağımızı aldı. Bilirdim zaten oraya alacaklarını. Bütün hücumlarımız yine başarılı oldu. Bu arkaya ordu düzenleyeyim diyeceğim de ordu kalmıyor elimde. O derecede bir kasıblık içinde yani pulumuz yoktu. Diğer orduları da yine gönderirim. Ay ben Ego Story 2 o kadar öğrenmişim ki artık yani Q'ya basırsan sonra mouse'un sağ tikine basırsan LNCS ama LNCS olanda da başka zir olur yani başlamadım ben neyse. Oralara yeniden göndermeyi hatta ben
Bu oyunu yapay zekaya bırakmakta. Orada diyeceğim yapay zekaya kontrol etsin. Yapay zekaya bıraktım bütün kontrolü. Bak, kredi alacağım. Kredi al, ha. Kredi al. 12.000 kredi al lan. Bir 12.000 daha al lan. Bura ve bura vurdu basıram. Qalanı da yapay zeka eləsin artıq. Amma nəsə elə biraz geridəyik nəsə. Angolanın ne çox ordusu var imiş. Ben bu kadar çok ordusu olduğunu bilmirdim Angolanın. Paytaxt yanına ordu dizək almasın oradan. Bütün hərəkət planlarımız bitdi. Sadəcə ordu basmaq üçün işlətdik. Görsən döyüşə girməsəməydik ya. Çox pis oldu bu saat. Yəni deyək dur barış imzalamağa çalışacağım. %31 qabaqdayıq. Şu yerləri verməyə bəs eləyəcək və hə. Barış göndərin. Qəbul eləmədilər. Ay qazancıq yox qazancıq. Yox qazanamayacağıq. Bir qazancıq bir qazanamayacağıq. Arada qaldım. Angola içine giriyor işareti ama şey yok yani. Angola hele de bizim torpaqlara giremeyip bu arada biz lal olaydı. Çaş lal olaydı. Demeyeydim böyle bir şey. Paytaxt getdi. Schweiz paytaxt getdi. Barış istəyirəm. Heç bir şart istəmirəm. Sadəcə barış. Barış. Niyə hücum elədim ki, yandıq yerdə? Mesela uduzduk. Şimdi Angola bizim ne kadar hissemizi alacak? Qabaqdayıq, yine qabaqdayıq. Oh, mənfidəymişik. Qabaqda deyilik, mənfidəyik. Mən püskürtməyə devam edirik, püskürtməyə. Gəlin barış imzalayaq, gəl. Gəlin bu döyüş çox uzadı, gəlin barış imzalayaq. Hə, sonunda barış imzalaya bildik. Neçə ordu bizim itkimiz var. Bunların hamısını paytaxtda toplayayım. Bir de Angola'ya daha büyük güc olmadan hücum eləməyəcəm. Ona görə Zambiyaya hücum edəcəm. Ya da Uganda'ya hücum edəcəm, bəli. Vaxtında Türkiyəyi təhdid eləmişdilər. Demişdilər ki, bəs siz bizə datlarına qarı 1 milyarda para göndərməzsəniz, sizə hücum edəcəm deyə bir təhdid göndərmişdi. Paytaxtın başqanının oğlu. Baş subay olaraq da sayılır da yəni. Mesela birden hatırlayanlar olar yani. Uganda. Ordu bas. Ordu. Bu kadar ordu bəs eləyəcək. Və savaş mayətdə hansı ölkə? Aman o gələnə kimi biz bir eyaleti var. 10 dəfə işğal edirik biz o gələnə kimi. Hələ də AI'dadır kontrol.
ve düş artık. Ve düştü, tamam düştü. Da Uganda'nın devamı da var. He, o bir eyaletlik ölçeği değil herhalde. Ben Uganda ile barış imzalayayım. Ver. İndi Kenya'ya yüzümü diyeceğim. Böyle akıllanmadım. Kenya'ya yüzümü diyeceğim bu sefer de. Neyse dostlar, onda bu seriyada bu kadar olsun. Gelecek bölümde görüşene kimi sağ olun, yaxşı qalın.